Deməli uşaqlar, burada bizdən albalını tapmaq tələb olunur. Albalı ilə 36-nı toplayanda 40-dan böyük ədəd, 45-dən də kiçik ədəd ola bilər. 40-dan böyük 41 ola bilər. 45-dən kiçik 44 ola bilər. Burada 5 ola bilər, 6 ola bilər, 7 ola bilər, 8 ola bilər. Deməli, qoy mən də deyim. Deməli uşaqlar, 36-nın üzərinə neçə gələndə 44 eləyir? 36-nın üzərinə 8. 8 gələndə. Başqa nə gələndə? Amma işləyəməsin. 7 gələndə. Bir dəqiqə. Sonra nə gələndə? 6. 6 gələndə. 5. 36 ilə 6 eləyir 42 və 5, 5 4. gələ bilərik. 5 gələndə də 41 eləyir. Artıq 4 gələ bilmərəm. 4 gəlsəm 40 eləyir. Buna bərabər olur. Ona görə ancaq 8, 7, 6, 5 yaza bilərəm. Amma görək nə deyir aşağıda? Deyir ki, albalının yerinə yazılacaq ədədlərin cəmi ən kiçik 2 rəqəmli ədəddən nə qədər çoxdur? Deməli uşaqlar, bunu toplamalıyam. 26. Deməli, ən kiçik 2 rəqəmli ədəddən deyir. Ən kiçik 2 rəqəmli ədəd 10-dur. Ondan nə qədər böyük olduğunu tapacağam bunun cəminin. Deməli, 15, 21, 26. 26-dan çıxırıq 10-unu, qalır 16. Amalın 5 yaşı var. Bacısının yaşı Amalın yaşından 4 dəfə çoxdur. Deməli, 4 dəfə çoxdur deyəndə 20-yə vurur. 5-i 4-ə vururuq, 20 eləyir. Amal ilə bacının yaşlarının cəmi neçədir? Deməli, Amalın 5 yaşı var idi, bacısının 20 yaşı, 25. Aşağıdakı fiqurlardan hansının 4 bərabər tərəfi var? Kvadratın 4 bərabər tərəfi var. Uşaqlar, düz bucağın qarşı tərəfləri 3 bucağın 4 yox, 3 tərəfi var. Dairənin isə tərəfi yoxdur. Deməli, kvadratdır. Hansı modellə artan sıra ilə düzülmüşdür? Hansı modellər artan sıra ilə düzülmüşdür? Deməli, uşaqlar, burada yazılıb 42, burada yazılıb 11, 2, 3, 4, 5, 6, 7, 17. Artan sıra deyil bu. Bura baxırıq. Burada yazılıb 20, burada yazılıb 11, 2, 3, 4, 5, 6, 7, 8, 18. Bu da artan sıra deyil. Bura baxırıq. 13, 24, 45. Bu artan sıradır.